Ekskluziv olarak Duruq.biz saytı. Yeni vərəq, yeni qələm, sevgi sanki cəhənnəm. Ürək sancı, nəfəs gəlmir, sevgi xəstəlik vərəm. Sevgi cadu kimidir, qanla çəkilmiş pentagram. Masaq olsaydı Shakespeare mənim həyatımdan yazardı drama. Biraz stres, Roma pristup, arada bir də paranoya. Bu nə zamandır insanlar sanki robot, Mamma Mia, yox romantika. Ürəklər artıq sevmir, içi də boşda hamının kirayə verilən otaqlar kimi, oyuna uşaqlar kimi. Mənim ürəyim oyuncaqdır, sındır əlini çıxart gözünü, xeyri yoxdur, yenə də sağdır. Qələm damar mürəkkəbimdə qan axır sətirlərə. Lirik fəlsəfəm çevirir ordulara, əsirlərə. Qara qanam, postun oğlu yaraları duzla doldur, kim deyir ki sevgi var? Mən deyirəm sevgi yoxdur, indi fərqli hisslərində hamı başqa arzularda. Leyli Məcnun sevgisidəki boşladıq arzularda. İnsanlar, onlar özlərindən qorxdular, unutdular, yox olaraq arzular, ümidlər, sevgilər, ürəklərlə itər. Çünki dar insanlar, dəlicəsindən sevməkdən qorxdular. Çürüntülər, ürəkləri bağladı, mələklər də içimizi görüb ağladı. Yeni gecə, yeni səhər, sevgi yoxdur, var kədər. Sevgi yoxdur, var yalan, sevgi yoxdur, var zəhər. Sevgi yoxdur, uşaq nağıllardır gözəl, əbədi sevgi. Ehtiras var, yalandan deyirlər, səbəbi sevgi. İndi seks və show, indi gerain və pul əsri. İndi MTV, Sweet 16, Keep My Right əsri. İndi high five zamanı, indi easy life zamanı. Mobil telefonlar kimi, mobil insanlar zamanı. Sırf raketlərdən atılır, yemək paketlərdə satılır. Sevgi yoxdur, hər il yeni bir sevgi çıxır, sonra atılır. Sevgi yoxdur, gizli gizli parkda sevişmək var. Sevgi yoxdur, dalaşmaq, qırışmaq, didişmək var. Sevgi yoxdur, var dörd təkər üstündə dəmir parçası. Leyli olub bugün 90-60-90 markası. Sevgi olur qanadlarla, əlvan sehirli hisslərlə. Sevgi olmur saytdan hazır götürülmüş SMS-lərlə. İnsanlar, onlar özlərindən qorxdular, Sevgi unutdular, yox olaraq arzular, ümidlər, sevgilər, ürəklərdə itər. Çünki dar insanlar, dəlicəsindən sevməkdən qorxdular. Çürüntülər, ürəkləri bağladı, mələklər də içimizi görüb ağladı. Host, Qaraqan, sevgi yoxdur, bugün sevgi belədir. Görəsən 5 yıl sonra necə olacaq? Ya ekskluziv olarak Duruq.biz saytı.